damlası. Adı, damcı nədir? Ha? Mənim adım Damladır. Ne? Dolma. Ana ne dolma? Eşitmedim, bizi damlatladın da. Sen karışma. Sen hanımla sohbet edirəm. Buyur. Damcı hanım, ben Reket Az saytının baş redaktoruyam. Size bir iki tane sual vermek istiyorum. Sual. Mən toya gecikirəm, toya. Sonra sizi bir de hardan tapacağım. Hele böyle gene sual mı verin? Xahiş Ana edirəm. hadi sözümü deyin, ne istersin? Siz bir de hayata gelseydiniz yine adınızı değişerdiniz. Ha? Ana, buna adı ben vermişim. Sen beni tanımadın. Ben kokusuna ad vermişim. Bu samuray adı ben vermişim. Tonik adı ben vermişim. Ne istedin sen? Ha, Yaxşı. hadi sonra ne sorun? Bəs üzr istəyirəm. Sənətə gəlməkdə borcda olan insanların borcunu qaytarmısınız? Ha? Mən heç kimə borcum yoxdur. Mən bu sənətə öz zəhmətimlə gəlmişəm. Eşitmirəm. Böyle olmayacak. Ha, ver qırağa. Ver qırağa. Ver qırağa, Ver qırağa.